520 min, 530 min kilometr getmiş maşındır, keçmiş mənim maşınımdır. Hal-hazırda onun kartını inşallah dəyişəcək. Daha doğrusu açdıracaq. Baxaq görək vəziyyəti nə yerdədir. Çünki çox adam bu işi eləmir. Mənim özümə də maraqlıdır ki, görüm ki, ya bunun hal-hazırda kartları nə vəziyyətdədir. Hardayıq? Ünvanımız fan servisdir. Fan servis yerləşir 3-cü mikrorayon dairəsinə yaxın yerdə. Premium klinikin arxasında. Premium klinik yazsaz elə Waze-də çıxacaq. Düz onun arxasına keçirsiniz, buradadır. Bir dənə də bu maşının MPG-sini də göstərim. Yəni mən heç belə sürə bilmirdim ha. Heç zəhmət olmasa 174 mil yola 55 MPG. Yəni yoxdur da belə bir sərfiyyat. 100-ə 4,3 litr benzin sürür qardaşım. İlk günüm belə açır. Bax, açanda belə. Öyle de püstüyü yok. Doğru. Vallahi köşeydi. Arkadaş, Öyle de püstü. keyfiyyətli yağ tökməyimin səbəbləri. Göstər şeylər. Yəni bir də işıq da vuraq ora baxaq. Köşey. İdeal. Ya 520 bine göre süper. Super ha. Başda Heç kəfkiri də olmayıb, heç nə. Aa düşdü üstünə. Oy belə qəşəngdir doğrudan da. Halalsan. Oğulsan. Allah. Sağ ol, sağ ol. Doğrudan da. Yəni tərifə layiq balı budur. Şey. Karterin vəziyyətini gördünüz hal-hazırda və hələ ustanın sözünə əsasən Royal ustamızdır burada. Deməli onun sözünə əsasən karter yaxşı vəziyyətdə çıxdı. Özünüz də gördünüz videoda. Yəni qənaətbəxş idi mənə görə də. Yağdakı istifadə elədiyimiz yağ son 1 il artıq bu yağdan istifadə edirik. Evrolubon 530 Cleantech DXS. Bu yağdan istifadə edirik ki, sizə də məsləhət görə bilərəm bu yağı. Bu yağı şəhərin müxtəlif yerlərində satılır. Kim istəyir oradan ala bilər. Yox, sırf çatdırılmasını istəsəz, elə bu maşından çatdırılmanı eləyirlər. 070 790 86 86. Bu yağı siz əldə edə bilərsiniz. Qiyməti 4 litrliyin 75 manat, 5 litrliyin 95 manat. Neyin üçündür? Motorla istəməsi üçün. Qardaş. Motorun ömrünü uzatmaq üçün. Bəli. Onu Verməmişəm ki mənə. Qalır nə? Qiymətini, əsas məsələ demədim ha, karteri neçəyə açırlar, təmizləyirlər, təzədən yerinə qiymətini bağlayırlar. Onun da indi qiymətini siz görürsünüz aşağıda elə. Harda? Fan servisdə. Fan servisdə bayaqlar dedim harda yerləşir. Yenə də deyirəm, Premium Klinikdə yerləşir. Premium Klinikin arxasında 3-cü mikrorayon dairəsində əlaqə nömrələri 050 632 99 89. Yaxınlaşıb burada şey eləyə bilərsiniz. Videonun sonuna da indi bəzi kampaniyalar var. Onları da salacağıq. Kampaniyalarımızda indi tanış olacaqsınız. Periodoka aid hissələrdir, nakladkalar falan. İndi onlara da məlumatı gəlir. manatdır, nə puldur ki sən? Hardan bizə 20 manatdır? Oradan yağ axacaq, bir də benzin yiyəcəm mən. Fan servisdə may ayının sonuna kimi bu kampaniyalar var. Söhbət hansı kampaniyalardan gedir? Bax, nakladkalardır qardaşlar. Bu nakladkalar ön əyləc bəndlərdir ki, bunları dəyişmək, stabilizatorun rezinlərini dəyişmək və linkləri dəyişmək. Bax, üçü bir yerdə, ustaplı ilə bir yerdə cəmi 60 manata. Təkrar edirəm. Deməli, nakladkalar, stabilizatorun rezinləri və linklər. Cütü, hamısı cüt dəyişilir, qabaq tərəfdir hamısı və ustaplı ilə bir yerdə 60 manatdır.
Keçirik deməli bu korobkanın yağıdır. Korobkanın yağı usta pulu ilə bir yerdə dəyişməyə 55 manatdır ki, bunu da may ayının sonuna kimi yararlana bilərsiniz. Bu da bizdə arxa balkanın rezinidir ki, bunlar da usta pulu ilə bir yerdə dəyişməyə 60 manat edir may ayının sonuna kimi. Qaldı bir dənə antifriz. Antifriz də qısa məlumat verim. Bu antifriz deməli hələ ki hazır deyil. Yəni bu su ilə qatılmalıdır. Ona görə su da qoyulub yana. Qiyməti 18 manatdır. Sularla bir yerdə 20 manat. 20 manata usta pulu ilə bir yerdə cəmi ümumilikdə eləcə 30 manata. Bu yəni hibrid sisteminin antifrizidir. Yox, əgər mühərrikini dəyişmək istəsəz, o da eləyir cəmi 50 manata. Bu da may ayının sonuna kimidir. Çünki bunların adi vaxtı qiymətləri də baha olur, usta pulusu da baha olur. Şu, prinsipi hamısını dedim, qaldı bir dənə əlaqə nömrəsi. Əlaqə nömrəsi 050 632 99 89. Bir daha baxaq görək bu vəziyyəti necədir. Necə? Görürsən, yavaş. Buna da değişək. Maşını göyə satmışam. Hələ satıb qurtara bilməm belə qaş maşını. Bəhdəcə. Aynen. Değişti de bura. Yine ediyorsunuz. Sarı var. Sarı var.